Bir kəniz oturub ağlayırdı yolda. Həzrət Əli yol gedirdi. Ola bilər ki, biri ağlasın, Əli əleyhissalam yanından ötsün, keçsin, mümkün deyil. Diyandı, dedi, niyə ağlayırsan? Dedi ki, sahibimin əmrindən çıxmışam, qorxuram evə qayıtmağa. Məni qovub evdən. Dedi, dur, gəl. O məzlum Əli. Dedi, gəl, qapını döydü, açdı. Dedi, xahiş edirəm, mənə görə buna icazə verin, gəlsin, da eləməz. Dedi, sən kimsən, gəlmirsən, bunun üçün xahiş eləyəsən filan. Lazım deyil, mənə qəbul eləmirəm. Bir yolla keçəndə dedi, Əssalamu aleyküm, ya əmir əl-müminin. Dedi, sən Əlisən, Əli ibn Əbu Talib, dedi, hə. Deyir, ağa, üzr istəyirəm, gərək özünü tanıtdırardın, tanımamışam. Qədəmləri gözümüzün üstünə qoymuşsan, mən sənə görə bağışladım. İndi biz də oturaq, yolun kənarında ağlayaq, məscidə gedəcəyək bu gecə. Son gedişidir məscidə, Kufə məscidinə.